Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb. Bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb. Aprelin 16-sında axşam saatlarında düşmən dronlarla Dnepr şəhərinə hücum edib. Rusiyalılar biri uşaq olmaqla 3 nəfərin həyatına son qoyub. İlkin məlumata görə 28 nəfər, o cümlədən 4 körpə yaralanıb deyə xilasedicilər bildiriblər. Qeyd olunub ki, hücum nəticəsində şəhərdə bir neçə yanğın olub. Onların hamısı söndürülüb. Şəhərdə 15 binaya, o cümlədən tələbə yataqxanası, təhsil və qida müəssisələrinin binalarına ziyan dəyib. Qeyd edək ki, Rusiya ordusu Ukraynanın mülki infrastrukturuna mütəmadi olaraq geniş miqyaslı zərbələr endirir. Belə ki, aprelin 16-sına keçən gecə 97 pilotsuz uçuş aparatı, aviasiya və artilleriya vasitələrindən istifadə edilərək hücum həyata keçirib. Zərbələr Xerson, Odessa, Dnepropetrovsk, Sumi, Poltava və Kiyev vilayətlərinə endirilib. Nəticədə ən azı bir nəfər həlak olub. Mülki infrastruktur obyektləri zərər görüb.